Naked motosikletlər sadə görünür, amma içində yaxşı enerji gizlənir. Vogue 300R də belədir. Kəskin xəttləri və aqressiv görünüşü ilə baxanları özünə cəlb edir. Motosiklə oturduqda və sükanı tutduqda rahat oturuş pozisiyası və idarə etmə hissi dərhal özünü göstərir. Mühərrik isə əsl şəhər sürücüləri üçün nəzərdə tutulub. 292,4 cc, 29 art gücü, 25 Nm və 6 pilləli sürətlər qutusu sayəsində lazım olan gücü əlinin altında hiss edirsən. Əylət sistemində isə dual ABS var. Öndə 2, arkada isə tək disk. Bu da qəfil əyləcləmədə təhlükəsizliyi maksimuma qaldırır. Motosiklın çəkisi cəmi 140 kq-dır və ağırlıq mərkəzi aşağıdadır. Bu da ona həm qıvraqlıq qatır, həm də idarə etməni asanlaşdırır, xüsusilə də yeni sürücülər üçün. Maye soyutma sistemi mühərriki həddindən artıq qızmadan qoruyur və uzun müddət problemsiz işləməyinə kömək edir. Yanacaq çəni də 16 litrdir. Yəni uzaq yol sürmək istəsən də işivə yarayır. Çünki tez-tez dayanmağa məcbur qalmayasan. LED işıqlar motosiklə həm yaxşı görünüş qatır, həm də gecə sürüşündə işığı effektiv paylayır. Rəqəmsal panelində vacib bütün məlumatlar var. Həm gündüz, həm də gecə oxumaq asandır. Ümumilikdə Vogue 300R şəhər üçün yığcam, idarə etməsi asan və kifayət qədər gücü olan bir baykdır. Əgər sadə amma öz işini görən bir bayk istəyirsənsə, diqqət yetirməyə dəyər.